Salam dəyərli izləyicilər. İndi sizə 25 yanvar 2026-cı il tarixində OTK tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. A kiçikdir 0 olarsa ifadəsini sadələşdirin. Biz bilirik ki, cüt dərəcədən kök veriləndə nəticə oradan modul çıxır. Məsələn, sürətdə verib kök altında A kvadrat. Buradan çıxacaq modul A. Sonra sürətdə verib kub kökdə A kub. Bu modulsuz çıxır. Sonra sürətdə verib 4-cü dərəcədən kökdə A üstü 4. Yenə dərəcə cütdür deyə modul A çıxacaq. İndi modul A. Modul A'mızda A mənfi olduğu üçün A çıxarsam deməli modula mənfi çıxır. Deməli modula mənfi çıxmadığı üçün qarşısında mənfi yazırıq. Deməli cüt dərəcə olanda nəticədə mənfi A çıxacaq. Olacaq mənfi A, üstəgəl A. Üstəgəl təzədən mənfi A yazırıq. Bölünsün məxrəcdə birinci tək dərəcədir, 5-ci dərəcədir A çıxacaq. İkincisi cüt dərəcədir, 6-cı dərəcədir mənfi A çıxır. Sonra növbəti sonuncusu tək dərəcədir deyə A çıxacaq. İndi baxırıq. Mənfi A, müsbət A. Eyni zamanda burada islah olunacaq. Qalacaq mənfi A-nın A-ya nisbəti. Nəticə olacaq mənfi 1. Doğru cavabımız burada B variantında verilib. İkinci sualımız, yəni 32-ci sual. AOB nöqtələri eyni düz xətt üzərindədir. AOC, BOC nisbəti. Yəni buranın nisbəti. 3-ün 2-yə nisbəti verib. Və bura 3K-dır, bura 2K-dır. AOC ilə BOC qonşu bucaqlardır. Cəmləri 5K 180-ə bərabərdir. K-nı neçə? 36 dərəcə. K 36. AOC soruşduğu üçün AOC 3K-dır. 3 dəfə 36 olacaq 108 dərəcə. Yəni doğru cavabımız olacaq burada A variantı 108-ə bərabər. 33-cü sual. A qram duzu 4A qram su ilə qarışdırdıqda alınan məhlulun duzluq faizini tapın. Deməli, A-nın üzərinə 4A gəlsəm, olacaq 5A. Bu məhluldur, duzla suyun qarışığı. Duzun faizini soruşduğu üçün duzun miqdarını bölməli ümumi məhlulun kütləsinə. Yəni, ümumi məhlulun 5/1 hissəsi duzdur. Faizə çevirsək 5/1 20% deməkdir. Doğru cavab C variantı. 34-cü sual. Düzgün 12 bucağının bir xarici bucağını soruşur. Düzgün 12 bucağının bir xarici bucağını tapmaq üçün xarici bucaqların cəmi 360-dır. 360-ı bölsəm 12-yə olacaq 30 dərəcə. Bir xarici bucaq olacaq. Burada A variantı 30 dərəcəyə bərabər. 35-ci sual. İfadəsini sadələşdirin. Sürəti olduğu kimi yazıram. 5 çıx x. Bölünsün. Məxrəci yazıram bu şəkildə. X çıx 5. X plus 5. Üstəgəl 2x. Üstəgəl 11. Bölünsün x plus 5. İndi burada x çıx 5 ilə 5 çıx x-i ixtisara apara bilərəm. Amma burada 1 yazsam, burada mənfi 1 yazmalıyım. Çünki birinin əksidir. Onda alınır. Mənfi 1 bölünsün x plus 5. Üstəgəl 2x plus 11 bölünsün x plus 5. Orta məxrəci eyni olduğu üçün orta məxrəc yerində qalır. Sürətləri toplasaq 2x plus 10 alınır. 2-ni də mütərizə xaricinə çıxartsaq x plus 5 bölünsün x plus 5. Bunlar ixtisar gedir, nəticə qalır 2. Yəni doğru cavab burada B variantında verilib. 36-cı sual. İti bucaqlardan biri 30 dərəcə olan düz bucaqlı üç bucağın hipotenuza çəkilən median uzunluğu 6 sm olarsa, bu üç bucağın kiçik katin uzunluğunu tapın. Deməli, düz bucaqlı üç bucaq iti bucaqlardan biri 30 dərəcə verib. 30 dərəcə. Kiçik iti bucağın qarşısıdır. Yəni 30-un qarşısını soruşur bizdən. Hipotenuza çəkilmiş median 6-dırsa, deməli hipotenuz olacaq 12 qatı. Yəni 12-yə bərabərdir. Çünki düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Hipotenuz 12 oldu. Kiçik katitdə 30-un qarşısı olduğu üçün düz bucaqlı üç bucaqda 30-un qarşısı hipotenuzun yarısıdır. Yəni 30 dərəcəlik bucaq qarşısındakı katit 12-in yarısı, yəni 6 olacaq. Doğru cavab C variantı. 37-ci sual. Ədədin tam hissəsini tapın. Burada 7-ni içəriyə atsam, olacaq köşdə 98 olacaq. Yəni 49 vur 2, köşdə 98. Bu yerləşir. Köşdə 81 ilə
kökdə 100 arasında. Buradan 9 çıxır. Buradan isə 10 çıxır. Hər tərəfi mənfiyə vursam, mənfi 10. Sıfır mənfi kökdə 98. Buradakı sıfır mənfi 9-dan. Deməli, bu A-dır da. Deməli, A-mız yerləşir. A-mız yerləşir. Mənfi 9-dan mənfi 10 arasında. Deməli, mənfi 9-dan da neçədir də? Tam hissəsi olacaq mənfi 10. Y variantı. Tam hissə verilmiş ədədən kiçik, ən böyük tam ədəddir. Bəzən də özünə bərabərdir. O da tam olanda. Doğru cavabımız burada Y variantı. Mənfi 10-a bərabər. 38-ci sual. Deməli, A plus B cəmini soruşur. Baxırıq, toplasaq, bununla bu gələcək ixtisar, bununla bu gələcək, bununla bu gələcək, bununla bu gələcək. Qalacaq 1 bölünsün 3 vur 4, üstə gəl 1 bölünsün 8 vur 9. 8 vur 9. Bunu yazırıq 3-də 1, çıx 4-də 1, üstə gəl 8-də 1. Əslində burada sizə yazma ehtiyac yoxdur. Orta məqas tapa getsin. 12-də 1, üstə gəl 72-də 1. Deməli, birincinin sözü məxrəcini mən 6-ya vursam, 6 bölü 72, üstə gəl 1 bölü 72. Məxrəclər eyniləşdi. Məxrəclər yerində qalır. Sürətləri toplayıb sürətlə yazırıq. 6 plus 1, 7. 72-də 7. Doğru cavab D variantı. 39-cu sual. Əkobun əboba nisbətini soruşur. Əkobda birinci, ortaqların ən böyük qüvvətlərini götürmək lazımdır. Deməli, 2 üstü 7, üstü 7, üstü 9, üstü 9. Bölünsün əbob. Əbobda isə ortaqların kiçik qüvvəti. 2 üstü 5, 2 üstü 7, 2 üstü 5, 3 üstü 7, 3 üstü 9, 3 üstü 7. Deməli, 2 üstü 7-ni 2 üstü 5-ə böləndə 2-nin kvadratı. Eyni zamanda 3 üstü 9, 3 üstü 7, 3-ün kvadratı. 4 dəfə 9, 36. Doğru cavab burada D variantı 36-ya bərabərdir. 40-cı sual. Kəsişməsiz borc çoxluğu olan A və B çoxları üçün A ilə B-nin birləşməsi element sayısı bölünsün A-nın element sayısından B-nin element sayısının cəminə. Kəsişmə borc çoxluğu verilibsə, bunlar kəsişmirdir. Deməli, A ilə B-nin birləşməsi elə A-nın element sayısı ilə B-nin element sayıları cəminə bərabərdir. Ona görə doğru cavabımız burada Y variantı olacaq. Nisbətləri 1 olacaq. Çünki bunlar bərabərdir. Ona görə nisbət 1 çıxacaq. 41-ci sual. Sıfırdan fərqli A və B həqiqi ədədləri üçün A-nın 2-yə nisbəti bərabərdir B-nin 3-ə nisbəti olarsa 2A bölü 3B ifadəsinin qiymətini soruşur. Bunu belə yazırıq. 2 bölü 3 vurulsun A bölü B. Buradan da yaza bilərik ki, A bölü B bərabərdir 3-də 2-yə. Deməli, 3-də 2 vur 3-də 2. Nəticə olacaq 9-da 4. Doğru cavabımız burada C variantıdır. 42-ci sual. Deməli, AB hasilini soruşur. Bunun aslını yazsaq A kvadrat plus B kvadrat çıx 2, çıx topla 2AB çıx 24. Bərabərdir A kvadrat plus B kvadrat. A kvadrat plus B kvadrat bunlar islah olunur. 2AB bərabər 24 alınır. Hər tərəfi də 2-yə bölsək, AB alınacaq neçə? 12. Yəni, doğru cavab burada A variantı. 12-yə bərabərdir. 43-cü sual. Q parametrin hansı qiymətlə təhlilin kökləri fərqi 8 olar? Kökləri fərqi 8. Baxırıq, təhlilimiz çevrilmiş qora təhlilmişdir. Kökləri cəmi də ikinci hədin əmsalının əksi, yəni 4. Toplasaq 2x1 12-yə bərabərdir. x1 alınır 6. x1 6-dırsa, deməli x2-də neçə olacaq? Mənfi 2. x1 ilə x2-nin hasili isə Q-yə bərabərdir, sərvət səddə. 6-nın mənfi 2 vuranda mənfi 12 bərabər Q. Yəni, doğru cavabımız burada Y variantı mənfi 12-yə bərabərdir. 44-cü sual və sual belədir. Qrupda olan 5 şagirdin boylarının uzunlarının ədədi ortası 170. Demək, cəm olacaq 5 vuru 170, yəni 850 olacaq. Qrupda bir şagird ayrılıqdan sonra qalan şagirdlərin boylarının uzunlarının ədədi ortası 171. Yəni 4 vur 171. 4 nəfər qalır. İndi boylarının uzunları cəmi tapmalıyam. 4, 68. Qrupdan ayrılan şagirdin boyunun uzunluğunu tapın. Demək, bunların fərqi olacaq. 0-dan 4 çıxanda, 10-dan 4 çıxanda 6, qalır 84.
84'dən 68 çıxanda 84'dən 68 16 qalacaq. 16. Deməli ayrılan adamın uzunluğu 166 santimetrdir. Doğru cavab 166 santimetr. 45-ci sual. ABC üçbucağında BD CD-yə bərabərdir. ABD bura 60 dərəcə. BAC bura 50 dərəcədir. ACB bucağı buranı soruşur. 60-50 bura olacaq neçə? 110. Bura alfadır, burada alfadır. Bərabər yanlış bucaqdır. Demək, bura 110 olduğu üçün 2 alfa olacaq 70. Yəni üçbucağın daxili bucaqların cəmi 180 olduğu üçün 2 alfa 70 qalır. Alfa da olacaq neçə? 35 dərəcə. Doğru cavab burada 35 dərəcədir. 46-cı sual. Deməli, ifadəsinin qiymətini hesablayın. Burada qoşmasına vuracaq. Qoşması kökdə 5 çıx 2-dir. Onda alınacaq surətdə kökdə 5 çıx 2-nin kvadratı. Bölünsün məxrəcdə kökdə 5 plus 2. Kökdə 5 plus 2. Minus 2 daha doğrusu. Minus 2. Plus 4 kökdə 5. Bu da bərabərdir. Surətdə kökdə 5 çıx 2-nin kvadratı bizə verir 5. Çıx hasarın ikincisi 4 kökdə 5. Üstə gəlir. İkincinin kvadratı da 4. Məxrəcdə nöqtəsəl vurmadır. Bunların hasilləri kökdə 5-in kvadratı çıx 2-nin kvadratıdır. Plus 4 kökdə 5. İndi kökdə 5-in kvadratı 5 eləyir. 2-nin kvadratı 4 eləyir. Fərqləri 1 olacaq. Məxrəc 1 olduğu üçün nəticə sürət qalacaq. 9 çıx 4 kökdə 5 plus 4 kökdə 5. Bunlar da islah olunur. Nəticə 9. Yəni burada doğru cavabımız 9-a bərabərdir. 47-ci sual. Tənişlər sistemindən 5x çıx 6y ifadəsi qiymətini tapın. Deməli, birincini belə yaza bilərək də 5x çıx 6y 5x plus 6y bərabər nəyə? 60. İkincini də hər tərəfini 5-ə vursan 5x plus 6y bərabər alınır neçə? 15. Hər tərəfini 5-ə vuranda bu alınır. Deməli, bura 15-dirsə, bura olacaq neçə? 4. Bizə buranı soruşur. Cavab 4-ə bərabərdir. 48-ci sual. Daxilinə çevrə çəkmiş trapesiyanın orta xəttinin uzunluğu 8 olarsa, bu trapesiyanın perimetrini tapın. Orta xətt oturacaqların cəminin yarısıdır. Deməli, oturacaqların cəmi neçə olacaq? 16. Daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabərdir. Yəni, oturacaqların cəmi yan tərəflərin cəminə bərabərdir. Yan tərəflərin cəmi də olacaq 16. Perimetrdə olacaq bütün tərəflərin cəmi. 16 plus 16, 32. Yəni, doğru cavab burada 32-yə bərabərdir. 49-cu sual. Həsən maaşının 20% kommunal xərclərə, 25% nəqliyyata, qalan hissəsini isə qidaya və digər ehtiyaclarına xərcləyir. Deməli, qalan hissə nədir? 20, 25, 55%. 55% qida və digər ehtiyaclardır. İndi ki, Həsənin qida və digər ehtiyaclarına olan xərci kommunal xərclərdən 560 manat çoxdur. Kommunal nə qədərdir? Kommunal 20%-də. Deməli, 55%-dən 20% çıxanda neçədir? 35% qalır da, 35%. Deməli, 35%-i bizə verib 560. Onun aylıq maaşı. Aylıq maaşı da 100%-də. 100%-ni soruşur. Bu da x. Onda x vur 35, 560 vur 100-ə bərabərdir. İndi burada 7-yə ixtisar edəcək əvvəlcə 7-yə. Burada 5 olacaq 7-yə ixtisar edəndə. Burada 80. İndi burada 100-ü də 5-ə ixtisar edəcək. Burada 1, burada isə 20. X bərabər olacaq neçə? 1600 AZN. Deməli, doğru cavabımız nədir? Burada 1600-ə bərabərdir. Doğru cavab 1600-dür. 50-ci sual. Euler-Venn diaqramda A çoxluğunda x kvadrat plus bx plus c, B çoxluğunda isə x kvadrat plus bx plus q çoxalların vurğuları verilib. P2 bölünsün B plus c cəmini soruşur. Deməli, A çoxəllisi x kvadrat plus bx plus c bərabərdir x plus 1 ilə x çıx 2-nin hasili. Bunun aslını yazsam x kvadrat çıx x çıx 2 deməkdir. Deməli, x kvadrat plus bx plus c
Deməli B-miz -1-dir, C-miz də -2. İndi gəl. X kvadrat plus px plus q bərabərdir. X çıx 2 ilə x plus 3-ün hasilidir. Bunun da aslını yazsaq x kvadrat plus x çıx 6. Bu da x kvadrat plus px plus q-yə bərabərdir. Deməli p-miz 1-dir, q-miz isə -6-dır. İndi bizdən PQ. PQ hasılı -6 bölünsün B plus C. B plus C, baxın B plus C də olacaq -3. Nisbətləri olacaq -2. Doğru cavab -2-yə bərabərdir. -51-ci sual. Sual belədir. Könül Fatimədən 3 yaş böyükdür. Könül Fatimə. Deməli Fatimə x isə könül x plus 3 olacaq. Könül 3 il əvvəl, Fatimə isə 3 il sonra anadan olsaydı. Deməli, könül 3 il əvvəl anadan olsaydı, könülün yaşı olacaqdı x plus 6. 3 yaş daha çox olacaqdı. Fatimə 3 il sonra anadan olsaydı, Fatimənin də x çıx 3 yaşı olacaqdı. 3 yaş az olacaqdı. Olsaydı, könülün yaşı Fatimənin yaşından 2 dəfə çox olacaqdı. Yəni, x plus 6 bərabər 2 vurulsun x çıx 3-ə. X plus 6 bərabər 2x çıx 6-ya. Buradan alınır ki, x nədir? X 12-dir. X tapdıq 12. Könülün indiki yaşını tapın. Könülün indiki yaşı x plus 3-dür. 12 plus 3, 15. Doğru cavab 15-ə bərabərdir. 52-ci sual. Diaqonalların sayı 20 olan düzgün çoxbucağının bir daxili bucağını tapın. Diaqonalın sayı n vur n çıx 3 böl 2 bərabər 20-yə. N vur n çıx 3 bərabər nəyə? 40-a. Kvadrat tənlikdir. Həll etsəniz, kökün biri müsbət 8-dir, müsbət 8. Digəri də -5-dir. Bizə müsbət 8 lazımdır. Demək, tərəf sayı 8-dir. Bir daxili bucağı tapmaq üçün 180 dərəcədən çıxacam. Bir xarici bucağın ölçüsünü 180 dərəcə çıxılsın 45 dərəcə olacaq 135 dərəcə. Doğru cavabımız burada 135-ə bərabərdir. 53-cü sual. ABC bərabər yanlı üçbucağının AC oturacağı üzərinə götürülmüş K nöqtəsindən AB və BC tərəflərinə uyğun olaraq KD və KY perpendikularları çəkilmişdir. DK'yı bura 60 dərəcə verib. Bura 90, burada 90. Bura 90, burada 90. Demək, bura olacaq 120 dərəcə. Bərabər yanlı dediyi üçün deməli, bura olacaq 30, bura olacaq 30. Çünki tapacaq 120-dir. İndi KD-yə mən x deyirəm, x, K-yə y deyirəm, burada y. X ilə y-in cəmini verib 8. Bizdən AC-ni soruşur. Baxırıq, ADK-da 90 dərəcəli bucağın qarşısı AK-dır. 30-un qarşısı x-də, 90-ın qarşısı 2x olacaq. KYC üçbucağında 30-un qarşısı y-isə, 90-ın qarşısı olacaq 2y. Yəni, bizdən soruşur, 2x plus 2y nəyə bərabərdir? X ilə y-in cəmi 8 olduğu üçün kimsiləri cəmi olacaq 16. Yəni, doğru cavab burada 16-ya bərabərdir. 54-cü sual. Və sual belədir. Qutuda 4 ədəd sarı, 5 ədəd qara və bir neçə ədəd ağ kürə var. Qutuda olan ağ və qara kürələrin birlikdə sayı, deyir, qutuda olan ağ və qara, yəni n plus 5, n plus 5. Bütün kürələrin sayının 0.75 hissəsinə bərabərdir. Yəni, bərabər 4-də 3, 75 hissəsi 4-də 3 vurulsun n plus nəyə? 9-a. Yəni, hamısının sayının 4-də 3 hissəsi. Hər tərəfi 4-ə vursam, 4n plus 20, bərabər 3n plus neçə? 27. N alınır buradan 7. N 7-dir. Ağ kürələrin sayı soruşduq üçün cavab ilə 7-yə bərabərdir. Növbəti və sonuncu sualımız. Mərkəzi O nöqtəsində olan çevrədə bucaq AOB 60 dərəcədir. Bura radiusdur, bura radiusdur. Belə çıxır ki, burada 60, burada 60-dır. 60-60. AOB üçbucağının perimetri 36 olarsa, deməli, bərtəfli üçbucaqdır. Perimetri 36-sa, deməli, tərəflərdən olacaq 12, 12, 12. AMB qövsün uzunluğunu soruşur. AMB qövsün uzunluğu. İndi radius 12 çıxdı.
Radius 12 çıxdı o üçün çevrənin uzunluğu 2 pi r. Yəni olacaq 24 pi. Bu çevrənin uzunluğudur. Bizdən soruşur 60 dərəcəlik qövsün uzunluğu. 60 dərəcə 360-ın 6-da 1-idir. Demək qövsün uzunluğu da çevrənin uzunluğunun 6-da 1 olacaq. 24 pinin 6-da 1 hissəsi olacaq 4 pi. Yəni doğru cavab burada 4 piyə bərabərdir. Sualların izahı bu qədər. Sürətli şəkildə icra eləməyə çalışdım, vaxtım yoxdur deyə. İnşallah hesabımda səhv olmaz. Hər birinizə uğurlar.